Книга Секрет, часть 40. Stолько раз люди говорили мне. Neçə dəfə insanlar mənə deyiblər. Я бы хотел удвоить свой доход в следующем году. Я бы хотел удвоить, mən 2 dəfə artırmaq istəyərdim. Свой доход, öz gəlirimi в следующем году, növbəti ildə. Но если посмотреть на их действия, то они не делают ничего, чтобы это могло произойти. Но если посмотреть на их действия, amma əgər onların hərəkətinə baxsaq, то они не делают ничего, onlar heç nə etmirlər ki, чтобы это могло произойти. Bu baş versin. И в следующий момент они говорят. Və növbəti anda onlar deyirlər. Я не могу себе этого позволить. Mən bunu özümə icazə verə bilmərəm. Угадайте, что дальше. Tapın, arxasıca nə baş verir? Твое желание – закон для меня. Sənin arzun mənim üçün qanundur. Если с ваших губ все же сорвались слова, əgər sizin dodaqlarınızdan yəni bu sözlər çıxdısa, я не могу себе этого позволить, mən bunu özümə icazə verə bilmərəm. В вашей власти изменить это сейчас. Sizin əlinizdədir, sizin öhdənizdədir, sizin imkanlarınız daxilindədir ki, bunu dəyişəsiz. Замените их на другие. Əvəz edin onları digərlərinə. Я могу себе это позволить. Mən bunu özümə icazə verə bilərəm. Я могу это купить. Mən bunu ala bilərəm. Повторяйте их снова и снова, как попугай. Onları təkrar və təkrar edin. Tutuquşu kimi. В течение следующих 30 дней сделайте вашим намерением, что вы собираетесь смотреть на все, что вам нравится, и говорить. В tечение следующих 30 дней, növbəti 30 gün ərzində, сделайте вашим намерением, öz niyyətiniz edin, что вы собираетесь смотреть на все, что вам нравится. Yəni siz hazırlaşırsınız baxmağa hər şeyə, nə ki sizin xoşunuza gəlir. И говорить və demək. Я могу себе это позволить. Mən bunu özümə icazə verə bilərəm. Я могу это купить. Mən bunu ala bilərəm. Когда вы видите машину вашей mечты, скажите. Haçan ki siz öz arzularınızın, xəyallarınızın maşınını görürsünüz, deyin. Я могу себе это позволить. Mən bunu özümə icazə verirəm. Когда вы видите одежду, которая вам нравится, когда думаете о прекрасном отпуске, говорите. Когда вы видите одежду, которая вам nравится. Haçan ki siz görürsünüz geyimi, hansı ki sizin xoşunuza gəlir. Когда думаете о прекрасном отпуске, haçan ki möhtəşəm bir məzuniyyət haqqında düşünürsünüz, говорите, deyin. Я могу себе это позволить. Mən bunu özümə icazə verə bilərəm. Если вы станете так делать, вы начнете менять себя и почувствуете себя лучше в денежном отношении. Если вы станете так делать, əgər siz bu cür etməyə başlasaz, вы начнете менять себя, siz özünüzü dəyişməyə başlayacaqsınız и почувствуете себя лучше və özünüzü daha yaxşı hiss edəcəksiniz в денежном отношении. Pul münasibətlərində. Вы начнете убеждаться, что действительно можете позволить себе все эти вещи, и картины вашей жизни будут меняться. Вы начнете убеждаться, что siz başlayacaqsınız əmin olmağa, действительно можете позволить себе все эти вещи. Həqiqətən də özünüzə icazə verə bilərsiniz bütün bu şeyləri, и картины вашей жизни və sizin həyatınızın rəsimləri будут меняться. Dəyişəcəklər.
Если вы сосредотачиваетесь на нехватке или нужде, на том, что вы чего-то не имеете, если вы обсуждаете это с домашними или друзьями, если говорите детям, что у вас не хватает денег, если вы sosredotачиваетесь на nехватке или нужде. Əgər siz fikrinizi cəmləyirsiniz çatışmamazlıqda və ya ehtiyacda, на том, что вы чего-то не имеете, o şeyin üstündeki nə ki sizdə yoxdur, nəyə ki sahib değilsiniz, если вы обсуждаете это с домашними или друзьями, əgər siz bunları müzakirə edirsiniz evdəkilərlə və dostlarınızla, если говорите детям, что əgər uşaqlara deyirsinizsə ki, у вас не хватает денег, sizin pulunuz çatmır, у нас нет денег на это, ты не можешь позволить себе то, bizim pulumuz yoxdur buna, sən bunu özünə icazə verə bilməzsən, вы никогда не сможете себе это позволить. Siz heç vaxt bunu özünüzə icazə verə bilməyəcəksiniz. Потому что так вы притягиваете отсутствие желанных вещей. Ona görə ki, так вы притягиваете, bu cür siz çəkirsiniz отсутствие желанных вещей. Arzu etdiyiniz şeylərin yoxluğunu. Если вы хотите жить в достатке, если вы желаете процветания, сосредоточьтесь на достатке. Если вы хотите жить в достатке, əgər siz bolluq, yəni kifayət qədər olmaqda, yəni nəyə ehtiyacın varsa, o kifayət qədərdir. Yəni bunda yaşamaq istəyirsinizsə, если вы желаете процветания, əgər siz çiçəklənmək, inkişaf etmək, yəni istəyirsinizsə, sosredotочьтесь на достатке. Fikrinizi cəmləyin, rifahda, bolluqda, yəni hər şeyin kifayət olduğunda. Sosredotочьтесь на процветании. Çiçəklənmədə fikrinizi cəmləyin. Духовная субстанция, из которой происходит все видимое богатство, никогда не истощится. Dуховная substansiya, yəni bir şeyin əsas xammal maddəsi, yəni məhsi, mahiyyəti. Yəni mənəvi mahiyyət və yaxud da ki o mənəvi xammal, из которой происходит все видимое богатство, hansından ki bütün görünən zənginlik gəlir, никогда не истощится, heç vaxt tükənməz. Она с вами всегда и отвечает на вашу веру в нее и ваши требования к ней. Она с вами всегда, o sizinlə, həmişə sizinlədir, и отвечает на вашу веру в нее və ona olan inamınıza cavab verir, и ваши требования к ней və ona olan tələbinizə cavab verir. Теперь вы знаете тайну, и при встрече с богатым человеком вы будете знать, что доминирующие мысли этого человека о богатстве, а не о нужде. Теперь вы знаете тайну, indi siz sirri bilirsiniz. И при встрече с богатым человеком və varlı, zəngin bir insanla görüşəndə вы будете знать, siz biləcəksiniz ki, və ya da bilərsiniz ki, доминирующие мысли, üstünlük təşkil edən düşüncələr этого человека, bu insanda, yəni bu insanda üstünlük təşkil edən düşüncələr о богатстве, а не о нужде. Zənginlik haqqındadır, ehtiyac haqqında deyil. Такие люди притягивают к себе деньги. Belə insanlar özlərinə pulu çəkirlər. Сознательно или бессознательно, şuurlu şəkildə və ya da şuursuz şəkildə. Они сосредоточены на мыслях о богатстве, и Вселенная приводит в движение людей, обстоятельства и события, чтобы дать им богатство. Они sosredotочены на мыслях о богатстве, onlar zənginlik haqqındakı düşüncələrin üzərində fikirlərini cəmləyiblər, и Вселенная приводит в движение людей,
və kainat hərəkətə gətirir insanları, обстоятельства и события, vəziyyətləri, hadisələri, чтобы dать им богатство, onlara zənginliyi vermək üçün. Богатство, которое есть у них, есть и у вас. Zənginlik, hansı ki onlarda var, sizdə də var. Единственное различие между вами вот в чем. Единственное различие между вами вот в чем. Yeganə fərq sizin aranızda, baxın budur. Богатые мыслят так, что притягивают к себе деньги. Zənginlər düşünürlər bu cür ki, onlar özlərinə pulu çəkirlər. Ваше богатство ждет вас в невидимом поле творения. Sizin zənginliyiniz gözləyir sizi yaradılışın görünməz sahəsində. Чтобы получить его в реальности, думайте о богатстве. Чтобы получить его в реальности, reallıqda onu almaq üçün думайте о богатстве. Zənginlik haqqında düşünün. Когда ко мне впервые пришло понимание тайны, я ежедневно получал по почте пачки счетов. Когда ко мне впервые пришло понимание tayны, haçan ki mənə ilk dəfə sirrin anlamaq gəldi çatdı, yəni sir haqqında məlumat, anlayış gəldi. Я ежедневно получал, mən gündəlik olaraq alırdım по почте пачки счетов. Poçt vasitəsilə hesablar paçkası. Buradakı hesablar da nəzərdə tutulur, yəni ödəniş olunacaq hesablar. Hansı hesablar ki, misal üçün kommunal xidmətlər və yaxud da ki, digər bir şeylərdir ki, onlara ödəniş eləmək lazımdır. Я подумал, mən düşündüm. Как бы мне это изменить? Mən bunu necə dəyişə bilərəm? Necə dəyişim? Закон притяжения гласит. Cazibə qanunu səslənir, deyir. На чем сосредоточишься, то и получишь. Nədə fikrini cəmləyəcəksənsə, onu da alacaqsan. Поэтому я взял выписку из банковского счета и заменил сумму остатка на новую. Поэтому я взял выписку из банковского счета. Buna görə də mən bank hesabından çıxarış götürdüm. И заменил сумму остатка və qalıq borcu əvəz elədim на новую, yenisine. Написал именно столько, сколько хотел видеть на своем счете. Написал именно столько, yazdım məhz o qədər, nə qədər mən görmək istəyərdim öz hesabımda. Я подумал, mən düşündüm, а если я начну визуализировать, что ко мне по почте приходят чеки. А если я начну visualizировать, bəs əgər mən başlasam vizuallaşdırmağa, təsəvvür etməyə ki, ко мне по почте приходят чеки, mənə poçt vasitəsilə çeklər gəlir. И я просто визуализировал пачку чеков, приходящих ко мне. Və mən sadəcə olaraq təsəvvür edirdim çeklərin paçkasını, paketini mənə gələn çeklərin paketini. В течение месяца ситуация начала меняться. Bir ay ərzində situasiya başladı dəyişməyə. Удивительно. Сейчас я получаю по почте чеки. Təəccüblüdür. İndi mən alıram poçt vasitəsilə çekləri. Счета тоже попадаются, но чеков гораздо больше. Hesablar da olur, onlar da düşür. Yəni hansı ki ödəyəcəyi hesablar, но чеков гораздо больше. Amma çeklər daha çoxdur. Çek, yəni ona gələn puldur da. С тех пор, как фильм «Тайна» вышел на экраны, мы получаем сотни писем. Sir filmi ekranlara çıxandan bəri biz alırıq yüzlərlə məktub. В них люди рассказывают, что после просмотра фильма они получали по почте неожиданные чеки.
В них люди рассказывают. Onlarda, yani bu məktublarda insanlar danışırlar ki, после просмотра фильма, filmə baxandan sonra они получали, onlar alırdılar по почте неожиданные чеки. Poçt vasitəsilə gözlənilməz çeklər. Это происходило потому, что когда они сосредотачивались и принимали близко к сердцу историю Дэвида, они притягивали к себе çeki. Это происходило потому, что bu baş verirdi ona görə ki, когда они сосредотачивались, haçan ki onlar fikirlərini cəmləyirdilər и принимали близко к сердцу və ürəklərinə yaxın bunu qəbul edirdilər. Yəni bu deməkdir ki, çox ürəklərinə salırdılar da bunu inanaraq. İstoriyu Davidin hekayəsini, yəni bu yuxarıda danışdığımız hekayə Davidin hekayəsidir. Они притягивали к себе чеки. Onlar özlərinə çekləri çəkirdilər. Чтобы изменить свои чувства в отношении груды счетов, я придумала для себя игру. Чтобы изменить свои чувства в отношении груды счетов, gruda счетов, yəni borc toplantısı da, yəni çoxlu borclar. Borclar xüsusunda hisslərimi dəyişmək üçün я придумала для себя игру. Mən özüm üçün oyun fikirləşib tapdım. Теперь я притворяюсь, что счета это чеки. İndi mən притворяться özünü elə göstərmək. Özümü elə göstərirəm ki, bu hesablar çeklərdir. Я подпрыгиваю от радости, когда открываю конверт и говорю. Mən atılıb düşürəm. Прыгать tullanmaq deməkdir. Подпрыгивать, yəni yerində tullanıb düşmək. Mən sevincdən tullanıb düşürəm. Haçan ki açıram konverti. И deyirəm. Денежки для меня. Вот спасибо. Вот спасибо. Pullar mənim üçündür. Budur. Çox sağ ol. Çox sağ ol. Я беру счет, представляю себе, что это чек, и затем мысленно прибавляю к нему еще один нолик, чтобы воображаемые полученные деньги стали еще больше. Я беру счет, mən hesabı götürürəm, представляю себе, что это чек. Özümdə təsəvvür edirəm ki, bu çekdir. И затем мысленно прибавляю к нему еще один нолик. Və daha sonra ardıca düşüncəmdə ona əlavə edirəm bir dənə də sıfır. Чтобы воображаемые полученные деньги стали еще больше. Ona görə ki, təsəvvür etdiyim, xəyal etdiyim alınmış pullar daha çox olsun. Я завела блокнот. Написала вверху страницы. Mən bloknot tutmuşam və səhifənin yuxarısında yazmışam. Я получила и стала заносить туда суммы счетов с добавлением еще одного. Я получила, mən aldım, и стала заносить туда суммы счетов və başladım ora hesab summalarını qeyd etməyi с добавлением еще одного нуля. Bir dənə də sıfırı əlavə etməklə. Рядом с каждой суммой я писала. Hər summanın qarşısında, yanında mən yazırdım. Спасибо, çox sağ ol. И чувствовала благодарность за это. Və buna görə minnətdarlıq hiss edirdim. Чуть не плакала от умиления. Az qalsın ki, bu umilение, yəni mərhəmət, təəssürat, bu hisslərdən də, yəni ki, bu minnətdarlıq hissindən tam olaraq Azərbaycan dilinə tərcümə edə bilməyəcəm. Yəni artıq o hissi yəqin anlaya bilirsiniz. Yəni ondan az qalsın ki, ağlayım. Затем я брала счета. Daha sonra mən hesabları götürürdüm. Они выглядели совсем маленькими. Onlar tamamilə kiçik görünürdülər. По сравнению с тем, müqayisədə с тем, что я получила. Mən aldığımdan müqayisədə daha kiçik görünürdülər. И оплачивала его с благодарностью. Və ödəyirdim onu
minnətdarlıq hissi ilə. Я никогда не открывала счета, пока абсолютно не убеждала себя, что в моих руках чеки. Я никогда не открывала счета. Mən heç vaxt hesabları açmırdım. Пока абсолютно не убеждала себя, что nə qədər ki özümü tamamilə əmin etmirdim ki, в моих руках чеки. Mənim əllərimdə çeklərdir. Если я открывала счета до того, как начинала верить в это, мой желудок сжимался от ужаса. Если я открывала счета до того, как начинала верить в это, əgər mən hesabları açsaydım o vaxta qədər ki, hələ başlayacağım buna inanmağa, mой желудок, mənim mədəm сжимался от ужаса, dəhşətdən sıxılırdı. И я знала, və mən bilirdim, это ощущение мощно притягивает ко мне еще больше счетов. Bu his daha güclü şəkildə çəkir mənə daha çox hesabları, yəni ödəyəcəyim hesabları. Я понимала, что нужно разрушить это чувство и заменить его радостными эмоциями, чтобы притянуть в свою жизнь больше денег. Я понимала, что нужно разрушить это чувство. Mən başa düşürdüm ki, bu hissi dağıtmaq lazımdır. И заменить его радостными эмоциями və onu sevincli emosiyalarla, şən emosiyalarla əvəz etmək lazımdır. Чтобы притянуть в свою жизнь больше денег. Öz həyatına daha çox pulu çəkmək üçün. Эта игра работала для меня с кучами счетов, и она изменила мою жизнь. Bu oyun mənim üçün bir yığın hesablarla işləyirdi və o mənim həyatımı dəyişdi. Вы сами можете придумать множество таких игр, и по своим внутренним ощущениям вы поймете, какая из них работает на вас лучше всего. Вы сами можете придумать множество таких игр. Siz özünüz də çoxlu oyunlar fikirləşib tapa bilərsiniz. И по своим внутренним ощущениям və öz daxili hisslərinizlə вы поймете, siz anlayacaqsınız, какая из них работает на вас лучше всего. Onlardan hansı sizin üçün ən yaxşı şəkildə işləyir. Когда вы играете и фантазируете, результаты приходят быстро. Haçan ki siz oynayırsınız və fantaziya edirsiniz, nəticələr tez gəlir. Лорел Лангемайер, специалист по финансовой стратегиям, finans strategiyaları üzrə mütəxəssis, lektor, mühazirəçi, индивидуальный и корпоративный тренер, ферди və корпоратив тренер. Я росла в убеждении, что деньги достаются тяжелым трудом. Mən bu əminliklə, yəni bu inancla böyümüşəm ki, pul çətinliklə, çox ağır zəhmətlə əldə olunur. Но заменила его на другое. Amma onu əvəz elədim başqasıyla. Деньги приходят легко и регулярно. Pullar asan və regular olaraq gəlir. Вначале это кажется ложью, да? Əvvəlcə bu adama yalan gəlir, elədir. Часть вашего разума будет возражать. Sizin idrakinizin bir hissəsi etiraz edəcək. Нет, ты врешь, это совсем нелегко. Xeyr, sən yalan deyirsən, bu heç də asan deyil. Получается что-то вроде небольшого теннисного матча. Belə alınır ki, nəsə kiçik bir tenis maçı kimi. Yəni alınır bu şey. Мячик ваших мыслей некоторое время будет lетать tуда-сюда. Sizin düşüncələrinizin topu, o kiçik topu hansısa bir vaxt ora-bura, yəni uçacaq, yəni gedib gələcək. Если вы считаете, что для получения денег вам нужно тяжело и много работать и биться, немедленно выбросите эти мысли из головы.
Если вы считаете, əgər siz hesab edirsinizsə ki, для получения денег вам нужно, pulu əldə etmək üçün sizə lazımdır tяжело и много работать и bиться, ağır və çox işləmək və bиться, yəni özünü əldən salmaqda, həlak etmək, немедленно выбросите эти мысли из головы. Dərhal atın bu düşüncələri başınızdan. Когда вы так думаете, вы излучаете эту частоту и получаете соответствующие картины вашей жизни. Когда вы так думаете, haçan ki siz belə düşünürsünüz, вы излучаете эту частоту. Siz bu tezliyi yayırsınız и получаете соответствующие картины вашей жизни. Və buna uyğun olan rəsmləri, həyatınızın rəsmlərini alırsınız. Воспользуйтесь советом Лорел Лангемайер и скажите себе иначе. Loral'ın məsləhətindən istifadə edin. И скажите себе иначе. Və özünüzə başqa cür deyin. Əks formada deyin. Деньги приходят легко и регулярно. Pullar asan və regular olaraq gəlir.